Cənub mətbəxinin ən ləziz təamlarından biri olan tərə yeməyi. Hazırlanması üçün bişirəcəyimiz qazana yarım stəkan yuyulmuş yumru düyü, biraz alça qurusu və qazanın 1/3 qədər su əlavə edib, düyü biraz yumşalana qədər bişməyə qoyuram. Kənarda 2 dəstə ıspanaq, 2 dəstə şüyüd və 2 dəstə kişnişi orta xırdalıqda doğrayıram. Əgər varsa, mütləq yertərəsi də əlavə edin. Əvvəlcədən 5-6 diş sarımsağı da doğrayıb kənara qoyuram. Düyünün suyundan biraz qaba əlavə edib 1 xörək qaşığı unu bu suda həll edirəm. Düyü biraz yumşaldıqdan sonra bu qarışımı və doğradığım göyləri bura əlavə edirəm. Suyunu salıb biraz bişməsini gözləyirəm. Daha sonra kərə yağı, sarımsaq və yarım armudu stəkan abqora əlavə edirəm. Abqoranı limon suyu ilə də əvəz edə bilərsiniz. Yeməyi yenidən ocağa qoyub sarımsağın biraz bişməyini gözləyirəm. Bişənə qədər kənarda 2 ədəd yumurtanı çalıb hazır qoyuram. Və nəhayət duz istiotunu və yumurtanı əlavə edirəm. Yumurtanı tökərkən qaşıqla daim əlimi saxlamadan qarışdırıram. 5 dəqiqə də ocaqda saxlayıb altını söndürürəm. Bir çox insan bunu fərqli şəkillərdə hazırlayır. Mən isə öz böyüklərimdən necə görmüşəmsə illərdir elə hazırlayıram. Mənə görə tərənin ən dadlı halı belə olur.